Salam, necəsiz? Yaxın əyləşin qızlar, çünki sizə canlı yayında söz verdiyim kimi saç uzatma maskasını göstərəcəm. Xatırlayırsa saçım çox qısaydı, uzanmırdım, indi uzandı. Bizə lazım olacaq zeytun yağı, bir qaşıq, bir ədəd yumurta, xardal tozu. 2 qaşıq xardal tozunu əlavə edəcəm. 1, 2 və bunu həll etmək üçün, krem formasına getirmək üçün bizə lazım olacaq biraz qaynar su. Suyu qoydum qaynamağa, ona qədər düşünürəm ki, saçlarımı qorumaq üçün, çünki elədiyimiz maskanı, hazır olan maskanı saçın dibinə çəkəcəyik. Amma saçın ucları yanmasın deyə, yəni qurutmasın deyə biraz saçımızı nəmləndirmək lazımdır və ya kremdən və ya yağdan istifadə edə bilərsiniz. Mən saçın uclarına yağ çəkəcəm ki, saçım çox qurumasın. Çünki maska həm də saçı qurudur. Onu deyim ki, yəni saçın yağlı olan xanımlar daha çox istifadə eləsin. Çünki həmən bu elədiyimiz maska saçın dibini o qədər yandırır. Yəni stimulyator kimi bir şey nəzərdə saxlayın. Yəni saç uzatma stimulyator. Ona görə mən hər iki tərəfə biraz yağladım ki, saçım yanmasın. Artıq çaydan səsini də eşidirsiniz orada. Gör qaynayır. Və saçım hazırladım. Bir qədər suyu, həmən bu qaynar suyu tökürük bura, həll edirik. Belə krem formasında da hal-hazırda gördüyünüz kimi indi yumurtanın sadəcə sarısını əlavə edib gəlirəm. Və yumurtanın sarısını əlavə elədim. Tərtəmiz eləyirsiniz, ağından təmiz ayırırsınız. Beləcə yumurta sarısı. İndi bunu həll edəcəm və üzərinə bir qaşıq zeytun yağı əlavə eləyəcəm. Qarışdırıram, baxın beləcə. Belə krem formasında, maska formasında olmalıdır yəni. Yağı. Ki, çox alov olmasın başımızda. Bu zeytun yağını da əlavə elədim. Və beləcə həll eləyirəm. Birazdan saçımı çəkəcəm. İstəyirəm, amma əlimdəki dəyişim. Bata bilər. Saçın diblərinə başlayırsınız. Boya kimi tətbiq etməyə. Əsasən, harada saçınız tökülüb, ora daha çox yedizdirin. Sonra saçınız başlayacaq yanmağa. Mən bunu eləyim, gələm. Beləcə çəkdim saçımın diblərinə və saçımı mən yığıb salacağım klokun içinə ki, o 20 dəqiqə ərzində qalıb qızışdırsın. Baxın beləcə. Və 20 dəqiqə saç yanmalıdır. Yanmaq deyəndə, yəni saçın dibləri istilik gəlməli, belə peç olmalıdır. Birazdan gələcəm. Əlavə papaq da taxıram ki, isti saxlasın. Beləcə. Bu mənim saç uzatma maskam.